İndi sizə Kəşmirdə qaldığım evi göstərəcəm. Daha doğrusu Şirinagar şəhərində burada boat house, yəni ki, qayıq evlər adlanır. Bunlar bunun içərisində daimi yaşayırlar. Bir hissəsində kirayəyə verirlər. Demək, evin görünüşü belədir. Belə kiçik bir balkonu var. Bu arada ev yellənmir. Yəni bura su qalxanda evdə qalxır, amma suyun içərisində yellənmir ev. Belə sliding, nədir, vagon qapılardır. 2 qatlı qapılardır. Bir də içərisindən belə gəlir. Evin içərisinə girəndə bu şəkildə görsənir. Bura qədimi bir dizayndır və çox şirindir. Mənim xoşum gəlir bu cür modern olmayan dizaynlardan ötürü. Nədir, soyuducusu var içərisində. Alıb nəysə qoymaq olar. Köhnə vaxtın görürsünüz, şkaflarla bunu aça bilməyəcəm. Sonra buradan girirsiniz qayığın içərisində. Bu arada işıq sönəndə burada backup, arxa generatorlar nədirsə işə düşür, işləyir. Belə gedirim koridorla. Buradan yenə işığı yandırıram. Bu otaqda mən qalıram. Aha, bu şəkildə divarlarında da görürsünüz. Biraz yox, daha doğrusu daha çox İranı xatırladır. Ayaq yolu hamamı da belə görsənir. Bura elektrik enerjisi istifadə elədin, eləmədin. Dövlət bura statik qiymət qoyubdu, onu ödəməlidirlər. Sonra bu arxa otaqlardan biridir. Hər otağın özünün kucun bunun işığı hardandır? Tapıram bu nişanı. Bu otaqların bu işdə var. İşığı tapmadım ki. Hani bu işıq? Bu da mı? Yox, bu da deyil. Yox, burada backup işığı işə düşməlidir. Amma yandıra bilmədim hardadır. Bu şəkildə görünür yatağı. Yerinə belə xəli döşüyüblər. Bu da buranın bütün hamısını yoxlayıram. Aha, şükür tapdım. Bu da buranın hamamı, ayaq yolusu. Yerdəki də tam kafel deyil. Elə bir linoleuma oxşayan bir şeydir. Evlərin içərisində hətta qoyun mən burada bir dənə göstərim. Burada qışda soyuq olur deyə yataqların içərisinə qızan yorğan da qoyublar. Görürsünüz, buradan taxırsınız. Belə bunu taxırsan, gecə bu yorğan işə düşür. İsidib elə yatırsınız. Mənə elə ehtiyac olmadı, amma -10 dərəcəyə qədər temperatur düşür və göl donur. O zamanlarda soyuq olur və mütləq şəkildə əlavə istilik istifadə olunur. Qapıdan da çölə çıxırsınız. Çox belə gözəl bir görüntüsü var. Burada demək olar ki, qarşı tərəf, içəri tərəfi, hər tərəf bu cürə qayıq evlərdən ibarətdir. Və buradakı insanların həyatının bir hissəsidir. Arxa tərəfdə özləri yaşayırlar, ön tərəfini turistlərə verirlər. Çox sakit, səssiz istirahət etmək istəyən insanlar üçün əla seçimdir. Hətta mənim gəldiyim yer biraz sahilə yaxındır. Sahilə içəri tərəflərə getsəz, orada tamamən səssizlikdir. Həm təmizliyi buradan daha yüksəkdir, həm də daha premium evlər var, qayıq evlər var. Gəl burada kompüterdə işləyirəm, o qədər həzz veribdi ki, əgər ev xoşunuza gəlibdirsə, mənə şəxsiyə yazın. Mən ev sahibinin kontaktını atacağım. Özünüz danışa bilərsiniz.